Hörmətli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Bu gün sizə elə bir möhtəşəm evin təqdimatındayım ki, əslində bu evin tərifə ehtiyacı yoxdur. Yəni ev özü hər sözü deyir. Hörmətli izləyicilərimiz. Baxın, bölgü dəhliz vasitəsilə aparılıb. Çox möhtəşəm 2 mərtəbəli 5 otaqlı evdir. İrəliyən dəqiqələrdə həyətyanı sahəsində göstərəcəm. İkinci mərtəbəyə qalxan pilləkənlər gördüyünüz kimi rəy çalarları hər birisi bir-birini tamamlayır. Sağ tərəfdə yerləşiriksə qonaq otağı. Baxın dəyərli izləyicilərimiz, bir dənə təmirə baxın. Görün necə səliqəli, gözəl və hər bir tikinti materiallarının yaxşısından və bahalısından istifadə olunub. Vitraj şəbəkə pəncərə həyətyanı sahəsinə baxır. Yəni tərifə layiq evdir, amma dediyim kimi tərifləməyəcəm. Tikintidən anlayışı olan, təmirdən anlayışı olan şəxslər, özünə yaxşı ev istəyənlər buyurub gəlsin, daha yaxından tanış olsun. 2-10-2 sot torpaq sahəsində, Abşeron rayonu Masazır qəsəbəsində birbaşa Bakı-Sumqayıt yolunun yaxınlığında qapısınacan asfalt olan 5 otaqlı evimiz Monza restoranının yanından birbaşa evə asfalt yol gəlir. Mətbəxin işıqlı olmağına, genişliyinə söz ola bilməz, dəyərli izləyicilərimiz və evin arxa hissəsində mətbəx vasitəsilə çıxış var ki, burada da çamaşır asmaq üçün və kombi üçün yer ayrılıb ki, həyətin trapına kimi hər birisi mövcuddur, dəyərli izləyicilərimiz. Vaciblərdən də biri odur ki, nə həyətyanı sahəsinə heç bir pəncərə baxmır. Plusda ki, dəyərli izləyicilərimiz, bütün aynaların qarşısı açıqdır, heç bir maneə kəsmir. Burada yerləşiriksə, birinci mərtəbədə olan, baxın belə möhtəşəm, yataq otağı yerləşir. Sanitar qovşağını göstərim sizə. Baxın, belə bir gözəl işıqlı sanitar qovşağı var. Duş kabinasına kimi yer ayrılıb, bütün aksesuarları rahat şəkildə yerləşdirə bilərsiniz. Qoşa daşdan inşa olunub, fundament, kəmər, mərtəbə arası manual beton. Sənədlər hər birisi qaydasındadır, mülkiyyət çıxarış, qubçadır, dəyərli izləyicilərimiz. İkinci mərtəbədə də bölgü dəhliz vasitəsindən aparılıb və dəhlizdən birbaşa eyvana çıxışı da var. Baxın, gör necə səliqəli, gözəl şəkildə işlənib. Dəhliz də genişdir. Yataq otaqlarının ölçüləri böyükdür. Burada yerləşir yataq otağından birincisi. Bu hissədə digər yataq otağı yerləşir. Sonda həyətyanı sahəsini göstərəcəm. Hörmətli izləyicilərimiz izləmədə qalın. Burada isə digər yataq otağı yerləşir. Ümumilikdə dediyim kimi 5 otaqdan ibarətdir. 2 mərtəbəli, 2-10-2 sot torpaq sahəsində inşa olunmuş. Bu gözəl evimizin sanitar qovşağı 2-ci mərtəbədə yerləşir. Yenə duş kabinasına kimi yer ayrılıb və keçirəm həyətyanı sahəsinin təqdimatına. 2-ci mərtəbənin həyətyanı sahəsindəyəm, hörmətli izləyicilərimiz. Həyətyanı sahəsində dekorativ ağaclardan və fon işıqlanmasına baxın. Hər bir həm işıqlanma var, həm fon işıqlanma var ki, yəni gecə görünüşü bu evimizin möhtəşəmdir. Həyətyanı sahəsində yerləşən söhbətgahdır ki, buna da ki söz ola bilməz. Ölçüsü kvadrat sahəsi genişdir. Rahat şəkildə burada mətbəxinizi yığa bilərsiniz, stolunuzu yerləşdirə bilərsiniz. Hətta kombi xəttlərinə kimi yer qoyulub ki, gələcəyinə bu hissələri bağlayıb, bağlı şəkildə də istifadə edə bilərsiniz. Evimizin möhtəşəm üz görünüşünə də söz ola bilməz. 5 otaqdan ibarətdir, dövlət ipotekasına yararlıdır. 2-10-2 sot torpaq sahəsində yerdən kürsüyə özünüz şahidsiz. Dəyərli izləyicilər, bir daha öz görünüşünü göstərim. Baxın, belə bir möhtəşəm üz görünüşü var. Kanalımıza abunə olub videoları bəyənməyi unutmayın. 051 635 1797 nömrəmizdə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz.